Yox, əziz dostlar. Uşaqlığımız qaldı uşaqlıqda. Salam əleykum, hər vaxtınız xeyir olsun. Deməli, əziz dostlar, ünvanımız Ramanı Gülçülük. Gördüyünüz qədəri evimiz o qədər gözəl, o qədər möhtəşəmdir ki, həqiqətən özümüzə də bir ayrı zövq deyir. Ev var, gedib özümüz danışırıq. Ev var, özü bizi danışdırır. Bax, bu özü bizi danışdıran evlərdəndir. Çox gözəl, keyfiyyətinə heç bir qüsur nöqsan ola bilməz. Tam şəkildə hazır və əşyalı satılır, əziz dostlar, evimiz. Görürsünüz ki, maşallah olsun, həyətində ürəyiniz istəyəcək hər cür şəraiti yarada bilərsiniz. Yəni, bu günə qədər də evə qoyulan xərc 165.000 manatı keçib. Manqalnisinə qədər, əlavə yay mətbəxinə qədər. Yəni, bunu da belə vurgulayaq ki, cəmaət evinə bunu pəncərə olaraq qoya bilmir. Yay mətbəxi kimi düşünülüb və görürsünüz ki, bütövdür. Baxın, əziz dostlar, evimiz yerləşir 6 sotda. Yay mətbəxi, manqalnisi, hamam sanuzeli həyətdə. Maşın salmaq üçün qarajı, pultla qapısı. Həqiqətən bir sözlə çox möhtəşəm və çox zövqlü bir həyət evidir. Yəni, maşallah da olsundur ki, həqiqətən gözəldir. Hələ siz inşallah ki, evin daxilini keçəndə görəcəksiniz evin nə formada olmağını. Evimiz ümumiyyətcə 6 sotda inşa olunub, 6 otaqdan ibarətdir. Tam şəkildə keyfiyyətli, eyvanına qədər hər biri var. Zəhmət olmasa qaraj hissəni də görsədək. Maşını saxlamaq üçün. Görürsünüz. Pultla qapısı, 32-liklə bir şey ki, əziz dostlar, kombi xətləri çəkilib. Yəni, o dərəcədə keyfiyyətlə məlum məsələ, yəni özü üçün tikilmə bir evdir. Zəhmət olmasa əl damısını və kombinin quraşdırdığı yerdə göstərək. Evin arxa hissəsinə, yan hissəsinə hər bir tərəfə keçidi var. Görürsünüz ki, qışda əziyyət çəkməmək üçün həyətdə belə bir şərait yaradıblar. Bütün pəncərələr, əziz dostlar, raşotkalıdır və evin çöldən olan görünüşünü daha cəlbedici etmək üçün görürsünüz ki, vurulan daşlar belə, yəni içi pen olan deyil, yəni isti ağlaydır. Yəni, maşallah olsun, həqiqətən çox gözəldir. Evimizin bir tək əksi olacaq tək şeyi basendir. O da basenin yerini ev sahibi orada misal üçün fikirləşib. Sadəcə məlum məsələ, bir də ki, uzun müddətli yaşayış yoxdur, indi yaşayış var. Yəni, biraz da səliqə saxlasan həyət baxımından. Evimiz çox gözəl və möhtəşəm görünər. Daxil olarkən belə deyək, ayaqqabınızı çıxartmaq üçün bir yer. Qapının özünü də xüsusi olaraq vurgulayaq. Ən azı bir 1000-1500 manat var bu qapı. Yəni, qonaq otağın gözəlliyinə baxın, əziz dostlar. Tavan hissəsindən polun 3 metr 50 santim məsafəsi var. Və gördüyünüz əşyalardan müəyyən əşyalar çıxarılacaq. Demək olar ki, %80% əşyalar qalacaq. Evin istiliyi kombidir. Zəhmət olmasa qapının içəridən göstərək, Pəriz. Həqiqətən superdir. Yəni, tavan hissəsində qurulan dekor, mətbəx hissəsi. Yəni, birinci mərtəbədə 2 yataq, 1 qonaq. Qapı evlərinə diqqət edin. Rahat 1000-1500 manat qiyməti var. Mətbəx hissəsi, əziz dostlar. Evimiz təkrar vurğulayıram. Yerləşir Ramanı Gülçükdə. Marşrutla evin məsafəsi cəmi qapını açdım, marşruta minin. Elə yaxın, yəni evin düz önündən keçir. Digər yataq otağı, təbii ki, evin istilik sistemi kombidir. Kafe olacaq hər yer istipoldan ibarətdir. Qonaq otağını da gördünüz və bu bizim birinci mərtəbədə yerləşən hamam sanuzelimiz. Duş kabinasına qədər hər biri qaydasında. Təkrar vurğulayıram ki, əziz dostlar, evimizin tavan hissəsinin hündürlüyü 3 metr 50 santimdir. Çox gözəl, özü üçün zövqlə, zəhmətlə və keyfiyyətlə görülən bir işdir. Qalxaq indi, əziz dostlar, yuxarı hissələri də göstərək sizə. Görürsünüz, evdə o qədər yəni müsbət aura var ki, yəni bu evi çəkməmişdən öncə də özümüz də indi həmkarlarımla bir yerdə diyaloq qurulanda dedik ki, bu evə biz nə qədər də gəlsək, keçsək, yorulmayacağımız bir evdir. O dərəcədə yəni özümüzə də bir ayrı zövq verdi bu evin hal-hazırda sizə təqdimatını etmək. Bu da ikinci mərtəbəmiz. Böyük hissəsi görürsünüz ki, qonaq otağı kimi nizamlanıb. Əlavə olaraq 2 yataq otağı var. Barına qədər hər biri düşünülüb. Belə bir dekorativ işlər görülüb. Həmçinin tavan hissəsində. Zəhmət olmasa digər 2 otağı da göstərək. Və buradan eyvan hissəsinə çıxış var. Allah alana da, satana da hər bir halda xeyir sinəsin, əziz dostlar. Çünki həqiqətən gözəl evdir. Kim gələcək, sahibi kim olacaq? Təbii ki, Allahın bilən işidir.
Evin qazı, suyu, işığı daimidir, heç birində qüsur nöqsan yoxdur. Gördüyünüz qədər də ki, tam təmirlidir. Yəni evə təmirlə bağlı bir qəpik belə xərci yoxdur. Bu da eyvan hissəsi əziz dostlar. Maşallah da ki, böyük torpağın belə yerdə üstünlüyü görsənir də. Çünki havalandırması çox ayrı cür olur. Allah alana da satanda xeyir eləsin əziz dostlar. Bir daha vurğulayaq. Evimiz yerləşir Ramana Gülçülük. 166 nömrəli marşrut birbaşa evinin önündən keçir. Tam mərkəzi bir yerdə. Qiyməti 130 min manat əşyalı satılır. Real alıcıda ev sahibi tərəfindən real qiymət endirimi olunacaq. Yəni düşünün ki, ev sahibinin bu günə qədər vaxtı ikən elə torpağını alıb və bu gün üçün bu evə çəkiləcək xərci 165 min manatı keçib. Hal-hazırdakı qiymət isə əşyalı olaraq 130 min manatla satışa çıxarıldı. Allah alana da satana da xeyir eləsin. Siz də əziz dostlar evinizi satmaq istəyirsinizsə, səhifəyə keçid edib bioda qeyd olunan nömrələrdən əlaqə saxlaya bilərsiniz. Gününüz uğurlu keçsin.